Qardaş, bax sənin bu yazdığın yorumu oxuyuram. Bu düşüncə kökündən yanlışdır deyim, biləsən inşallah ki, nəyə görə, səbəbini deyəcəm. Yəni cəmiyyətdə bu düşüncədə olan insanlar var, bəli. TikTok dindən danışmaq yeri deyil. Yazmısan ki, sən buranı çox ciddiyə almısan, dostum. Bura dəvət yeri deyil yazmısan. Bax qardaş, günümüzdə nə qədər insanlar TikTok işlədir. Demək olar ki, cəmiyyətimizdə insanların çoxu TikTok platformasından istifadə edirlər, sosial şəbəkələrdən. 10 nəfərdən 9-unda demək olar ki, sosial şəbəkə var, sosial şəbəkə istifadə edir. Və günümüzdə sosial şəbəkələrdə nə qədər pis şeyi təbliğ edən insanlar var. Bunun şəxsən şahidi oluruq. TikTok olsun, Instagram olsun ki, nə qədər mundar, çirkin şeyləri təbliğ edən səhifələr var. İnsanları pis-pis şeylərə, haram olan şeylərə, Allahın qadağan etdiyi şeylərə dəvət edən insanlar var sosial şəbəkələrdə. Yəni elə insanlar olduğu təqdirdə biz niyə sosial şəbəkədə insanları Allahın yoluna dəvət eləməyək, haqqa dəvət eləməyək? Əslində gözəl bir şey dəvət eləyirik. Yəni sadəcə bunu deyə bilərəm ki, TikTok pis deyil. Pis olan, pis istifadə edən insanlardır. Onlardır pis. Yəni TikTok sadəcə bir platformadır, sosial şəbəkədir. Yəni oranı istifadədən asılıdır, insanın istifadəsindən asılıdır. Bir insan əgər TikToku pis yerə istifadə edirsə, pis şeyləri paylaşıb, pis şeyləri təbliğ edirsə burada, o insan özünü qınamalıdır. TikToku